deyən zaman ağlıma nə gəlir? Bir ananın iki oğlu, bir ağacın iki qolu. O da oldu, bu da oldu. Azərbaycan, Türkiyə. Belə həm qonşu, həm də dost ölkə olan Türkiyədən danışırıq. Azərbaycan xalqı Türkiyə dedikdə nəyi xatırlayır? Kim girəcək aramıza? Canımızı kanımızı. Türkiyə deyən zaman ölkənin qardaş ölkə. Türkiyə deyən zaman boğazı gəlir, İstanbul boğazı gəlir anlamına. Türkiyənin Cumhuriyyəti, Atatürk, tarixi. Türkiyə deyəndə qardaş dövlət, inkişaf edilmiş dövlət. Türkiyə deyəndə ilk öncə güclü iqtisadiyyat başa düşürəm, uğurlu təhsil başa düşürəm. Vətənpərvərliyi ən birinci. Onların dövlətlərinə gözəl xidmətləri var. Azərbaycan, Türkiyə, tarihin yazdığı destan, iki bədəndə bir can Türkiyə. Yəni Türkiyə dövləti qonşumuz, yaxın dostumuz. Türkiyədə ilk ağlıma bu aralar Rusiya ilə münasibəti gəlir. İqtisadi əlaqələrimiz var. Qardaş ölkə kimi yadımıza düşür. Dost dövləti, gözəl ölkə. Qardaş ölkə, dost ölkə, güvəndiyimiz bir ölkə, yəni arxa durduğumuz bir ölkə deyərdim. Sonra nə desə azdır, yəni ki, iç problemimiz olduğunda, yəni yanımızda dayaq olası, kömək olası bir ölkə varsa, o da Türkiyədir. Aktrisalar falan. Yəni çox yaxşı rol aparırlar, onları sevirəm. Türkiyə deyəndə güclü ölkədir. İqtisadisi qabağa gedən, öndə gedən, turizmi inkişaf edən, savadı, həkimləri, bunlar hamısı Türkiyədir. Bir dövlətlikdə, yəni müsəlmanıq, qardaşıq, daimi bir-birimizə arxa çıxmışıq. Yəni əsrlərdən bu belə gəlib ki, Azərbaycan ən çətin vaxtında Türkiyə bizə dəstək olub. Sağ olsunlar. Türkiyə Azərbaycana qardaş ölkədir. Bizdən çox Avropaya inteqrasiya eləmiş ölkədir. Bir də Türkiyədən ağlıma ilk Fənərbağça gəlir. Fənərbağçalar olmamış. Türkiyə mənim üçün müasir bir ölkə. İnsanları müasir, qanunları tüpür, rüşvətsiz və bir çox belə şeylər. Türkü sever, Azərbaycan, Türkiyə. Ege'den Hazar'a kadar, Beşik'ten Mezar'a kadar, Azərbaycan, Türkiyə. Qardaş dövlətikdə nə olasıdır ki, bir-birimizə bağlı. Həmişə demişik ki, biz bir dövlət, bir millətik. Nə fikir yarada bilər ki, yaxşılıqdan başqa. Arxamızdır, köməyimizdir bu dövlət bizim. Ən azından necə ölkəmizə qardaş ölkə. Turizm. Ağlıma gələn ilk turizmdir. Başqa qardaş ölkə yəni. Mənim Azərbaycanlıları çoxdur orada, bizim ölkədən çox insanlar yaşayır. Mənim dostum özü orada yaşayır. Belə yəni ki, biz özümüz oraya gedəndə də bizi çox, düz olmamışam Türkiyədə. Amma deyilənə görə bizi çox isti qarşılayırlar Türkiyədə. Türkiyə deyə zaman mən möhtəşəm Atatürk düşünürəm. Çünki Atatürk öz xalqının nəinki qəhrəmanı, nəinki onu yaradıcı bir qüvvəsi, hətta onların ant mərkəzidir. Türkiyə qardaş dövlətdir, bir şey bizə dost dövlətdir. Biz o Türkiyə ilə fəxr edirik. Qardaş ölkədir. Onlar da Türkçü bizdə, iki dövlət bir millət. Biz iki ayrı dövlət olsaydı bir millətik. Və Türkiyə millətini də əlbəttə ki, Azərbaycandan ayrı saymaq olmaz. Tarixən də belə olur, indi də belədir. Yəni ki, Türkiyə deyəndə çox sevdiyim bir xalqı nəzərdə tutur. İki sevda, iki güneş, Azərbaycan, Türkiyə. Ege'den Hazar'a kadar, Beşik'ten Mezar'a kadar, Azərbaycan, Türkiyə. Tarihin yazdığı destan, iki bedende bir can, Türkiyə, Azərbaycan. Ege'den Hazar'a kadar, Beşik'ten Mezar'a kadar, Azərbaycan, Türkiyə. Tarihin yazdığı destan, iki bedende bir can, Türkiyə, Azərbaycan. Ege'den Hazar'a kadar, Beşik'ten Mezar'a kadar, Azərbaycan, Türkiyə. Tarihin yazdığı destan.
destan, iki bedende bir can. Türkiye, Azerbaycan. Ege'den Hazar'a kadar, Beşik'ten mezara kadar. Azerbaycan, Türkiye. Tarihin yazdığı destan, iki bedende bir can. Türkiye, Azerbaycan.